Herkese salam gənclər. 3D'nin son dərsinə başlayaq. Bu dərsdə də yenə model çəkimlərimizə davam edəcəyik. Əvvəlki dərslərdə öyrəndiyimiz alətlərin model üzərində çəkimlərini görəcəyik. Yəni bir növ praktik eləyəcəyik. O biliklərimizi həm təzələmək, həm də möhkəmləndirmək üçün. Yavaş-yavaş başlayaq bu modelimizlə. Bu model çəkimləri çox rahatdır. Sadəcə sizə yeni çəkim stilini göstərmək istəyirəm burada. Mən top plane'imdən başlayacağım. Çəkimlərə top plane'də daha çox edirəm, daha çox önəm verirəm. Burada sizə göstərəcəyim şey nədir? Belə bir model qabağınıza çıxıbsa və qalınlığı varsa və qalınlığı 2 yerdə də eynidirsə, yəni burada 10'du, burada 10'du. Əgər bir dənə veribsə, bilin ki, qalınlığı ümumilə 10 olur. Təbii ki, burada da 10 qalınlığını verib, buradan da anlaya bilirik ki, bunlar bir-birinə bərabərdir. O zaman nə edirsiniz? Çöl xəttlərin sadəcə çəkirsiniz və extrude edirsiniz. Demək istədiyim nədir? Gəlirəm, line'ı seçirəm. Buradan bura qədər 50 ölçüsünü verib girə bilərəm, amma ehtiyac yoxdur. Gəlib bu şəkildə seçirəm. Sonra ikisində, sonra bir-birinə bərabər eləyirəm. Sonra dediyim kimi, sadəcə çöl xəttlərini verəcəyik. Yəni, onların ölçüsü bizə lazımdır. Geri qalan xəttləri çəkimin etməyəcəyik. Buna 50 verirəm. Bərabər olduğu üçün bu şəkildə olacaq. Daha sonra gedirəm extrude boss'a. Bu şəkildə extrude boss elədiyimiz zaman ən sonda thin feature açılır. Yəni bunun qalınlığı avtomatik olaraq özü verir. Yəni deyir ki, hal-hazırda çəkdiyin xətt bir kontur deyil, bağlı bir kontur deyil. Buna qalınlıq verməlisən ki, mən bunu extrude edə bilim. Burada məsələn qalınlıq 10 seçilib. Bu qalınlıqları necə dəyişdirə bilirik? Onları görək ilk öncə. Buradan dimension istədiyiniz kimi dəyişə bilərsiniz. Ondan azaldıb çoxalda bilərsiniz. Burada isə directionları göstərir. Hal-hazırda içə doğru one direction verib. Two direction dediyiniz zaman həm içə, həm çölə 10 qalınlıq verir və ümumilikdə 20 qalınlıq olur. Mid plane dediyiniz zaman 10 qalınlığı yarı-yarıya həm çölə, həm içə, yəni xəttin həm içində, həm çölündə qalacaq şəkildə paylayır. Biz daha çox one direction'a istifadə edib bu şəkildə içəri eləyəcəyik. Çünki biz çöl xəttlərini çəkdik bu şəkildə. Bunu mid plane eləyirəm. Çünki buradan gördüyüm kimi tam ortadan kəsdiyim zaman simmetrikliyi var. Daha sonra isə ölçümü girirəm. 60 ölçüsünü girirəm. Bu şəkildə və tamamlayıram. Həmən gəlirəm fillet'ımı eləyirəm. Çünki bunun çəkiminə effekti olacaq bu fillet'ın. Bura klik eləyib fillet'ını 10 olaraq girirəm. OK basıram. Və bu şəkildə bu hissəni tamamlamış olam. Bu hissəni necə çəkə bilərik? Yenə biz doğru şəkildə çəkdiyimiz üçün, yəni simmetriklikdən istifadə etdiyimiz üçün mid plane'də. Onun üçün bizim top plane'imiz tam ortadadır. Gəlib buradan sketch açıb, gəlib bunun çəkimini edə bilərsiniz. Məsələn, belə bir şey qoyarsınız. Ölçülər girməyəcəm. Sonra bu xətti seçib, bu xətti və bu xətti seçib, bunları convert entities eləyib, sonra trimdən istifadə edib, bunları kəsib, bu hissəni extrude boss edə bilərsiniz. Amma bu şəkildə ehtiyac yoxdur, daha qısa bir yolu var. Necədir? Gəlirik, sadəcə bir xətt çəkirik. Bu şəkildə. Daha sonra buna xəttə yəni ölçülər verək. 10 olduğunu görürük buradan, məsafəsi. Buradan da 10 olduğunu görürük. Həmən bu ölçüləri girək. 10 ölçüsünü buradan girəcəyik. Və gəlib bunun tam mərkəzinə də yerləşdirə bilərsiniz və ya gəlib buradan da 10 ölçüsünü girə bilərsiniz. Tam mərkəzinə dediyim nədir? Yəni normalda bu yarım çevrədir. Center line-dən istifadə eləsək, bunun çevrəsinin mərkəzi ilə bura 90 dərəcəli bir xətt çəkə bilərsiniz. Bu şəkildə də tam ortada olub, bu da ona gələ bilər. İndi nə edəcəyik? Gəlirik, yeni alətlə tanış olacaq. Features'ə keçirik, keçid eləyirik. Rib burada alət var. Rib'ə klik elədiyimiz zaman belə bir pəncərə çıxır bizdə. Əvvəlcə rib eləyəcək bu xəttin istiqamətini göstərir. Biz ribin istiqamətin bu şəkildə deyil, bu şəkildə istəyirik. Çünki içəriyə doğru extrude edəcəyik bunu. Onun üçün istiqamətini dəyişirik. Bu arada bunun istiqamətin yuxarı və aşağı olaraq da etmək olur. Bu şəkildə. Hal-hazırda mən istiqamətini dəyişməyə çalışsam buradan. Gördüyünüz kimi sadəcə yuxarı aşağı gedir. Buna sol tərəfdəkini keçid elədiyim zaman isə bu şəkildə sadəcə belə deyəyim də qabağa və arxaya
doğru extrude edə bilir. Burada yenə extrude edəcəyimiz həmin bu hissənin qalınlığını göstərir bizə. Yenə bir direction'da ola bilir, yəni one direction, midplane kimi istifadə edib two direction'da verə bilir. Aşağı direction'da da bu şəkildə yenə one direction'da verə bilir. Yenə dediyimiz kimi biz ortadakından istifadə edəcəyik. Gəlirik, ölçümüz 20'dir. 20'ni giririk və sadəcə OK basırıq buradan. Bizim üçün bunu bu şəkildə çəkmiş olur. İstədiyiniz zaman da sadəcə bu xətti dəyişdirməklə bütün ölçüləri dəyişdirə bilərsiniz. Məsələn, 5'e çəkdiyim zaman bu şəkildə olacaq. Yenidən bunu 10'a qaytara bilərəm. OK, bu modelimiz bu şəkildə. Belə bir rahat bir yolla, düzgün texnikadan istifadə edərək bunun çəkimlərini də bu şəkildə edə bilərsiniz. Keçid eləyək bir sonraki modelimizə. Bu modelimiz bizim biraz kompleks görsənə bilər. Həmən gələk bunların hamısını silək. Bu arada burada delete, yəni child features'lar da seçsəniz, bunların sketchlərini də seçəcək gördüyünüz kimi. Yəni bir növ bu şəkildə olur. Bunu daha çox assemble'da görəcəksiniz. Bir parent olur, yəni onların feature'ları olur və sketchləri child olaraq bu şəkildə gəlir. Bunları seçib hamısını birgə yes to all desəniz hər şeyi siləcək buradan. Yavaş-yavaş başlayaq. Bu model sizə çətin gələ bilər, amma dediyim kimi düzgün taktika ilə yanaşdığınız zaman və modelləməyə düzgün yerdən başladığınız zaman o şəkildə çox rahatlıqla çəkimlərin edə bilərsiniz bu modelin. Həmən məsələn keçək front plane-dən çəkimimizə başlayaq. Burada bu şəkildə göstərmişəm, amma front plane-imizi də bu şəkildə düşünə bilərik. Gəlirəm front plane-ə sketch açıram. Yenə dediyim eyni funksiyadan istifadə edəcəyik, eyni metodikadan. Yəni demək istədiyim nədir? Çöl xəttlərin sadəcə çəkin, bitdi. Başqa bir şey çəkməyə ehtiyac yoxdur. Buradan baxdığınız zaman, yəni bunun dərinliyinə falan, bunları heç birinə fikir verməyin. Çöl xəttlərin gəlin çəkin. Məsələn, burada necə olacaq? Bu şəkildə, bu şəkildə və bu şəkildə olacaq. Bu təbii ki, düz xətt olacaq bu şəkildə, yəni horizontallıqda. Onu çəkdikdən sonra bitdi. Artıq burada ölçüləndirməni edib extrude etməniz lazımdır. Başqa bir metodikadan istifadə eləməyə ehtiyac yoxdur. Özünüzü çox çətinliyə salarsınız. Sonradan dəyişməklər çox çətin ola bilər. Necə edirik indi? Gəlirik buna Smart Dimension'a ölçülər veririk. Bunun 45 olduğunu görürük buradan. Gəlib bura 45 ölçüsü giririk. Daha sonra 55 plus 45 olaraq buranı veririk. 55 plus 45 bu şəkildə bitiririk. Daha sonra yuxarıya doğru belə bir ölçümüz var. 25 plus 20. Gəlirəm bu ölçünü də 25 plus 20 olaraq verirəm. Bunun bizə dərəcəsi önəmlidir. Bura 45 verib gördüyünüz kimi. Yəni burada xəyali bir ox var. Bu xətlə, yəni xət var deyək xəyali. Bu xətlə həmin xət arasındakı məsafə 45'dir. Yəni burada 180 çıxılsın 45 olacaq. Gəlib buranı 180 sırf 45 olaraq girə bilərsiniz. Və ya gəlib buradan da ölçünü verə bilərsiniz. Bu tərəfə də gətirə bilərsiniz. Yəni ölçünü verərkən 45 ölçüsü də girə bilərsiniz. Bu şəkildə saxlayıb gedirəm extrude bossa həmən. Və yenə thickness çıxır məndə. Yenə simmetrik olduğunu görürəm. Həmən mid plane'imə keçid eləyirəm. Heç bir ölçü falan heç nə vermədən həmən mid plane'imə keçid eləyirəm. Burada extrude eləyəcəyim ölçünü mən tapmalıyam. Əgər 70 ölçüsün extrude eləsəm, bunların kəsimlərini etmək sizə çox çətin olacaq. Bir bunların extrude cut kəsimlərini etmək məcburiyyətində qalacaqsınız. Və bunlar bayağı bir vaxtınızı ala bilər və biraz da taktikası düzgün şəkildə modelləmə olmaz. Yəni modelləmə etdiyiniz zaman düşünməniz gerəkən ilk şey, mən bu modeli dəyişdiyim zaman problemlər çıxacaqmı? Və ya ən tez necə dəyişə bilərəm? Belə deyək. Yəni sadəcə 1-2 ölçü ilə oynadığınız təqdirdə bütün ölçülər hamısı eyni anda nisbətləri uyğun olaraq dəyişməlidir. Yəni, elə bir metodika ilə getmək ən düzgündür. Onun üçün biz burada 40 ölçüsünü girəcəyik. 40 ölçüsünü girdikdən sonra isə bu 70'i və ya buradakı ölçünü extrude boss eləyəcəyik. Həmən gərək bu ölçümüzü girək. 40 ölçüsü. Daha sonra direction'ımız var bizim. Alta doğru olmalıdır. Çünki üst xəttlərin biz çəkdik bunun. Çöl xəttlərin belə deyək.
Daha sonra necə eləyəcəyik? Bunu One Direction eləyəcəyik və 10 ölçüsü olduğu kimi qalacaq. Buna OK vururam, bitirdim. Dediyim taktikalarına gedirik. Birinci, Extrude Bosslar eləyirik. Gəlirəm bura, həmən skecimi açıram. Gəlirəm, buradan belə bir model çəkirəm. Bu xətlə bu xətti collinear eləyirəm, yəni üst-üstə düşsünlər. Daha sonra bunun ölçüsünü verirəm. Smart Dimension'dan bunun ölçüsü var. 30 olarak girirəm. Buradan görsənir ölçüsü. Daha sonra bu tam mərkəzdə olmalıdır. Bunu təmin etməyə çalışıram. Center line'ımdan Origin'ı seçirəm ki, mənə rahatlıq olsun. Çünki Origin'ım heç vaxt dəyişmir. Deməli, qaldı nə? Bu ölçümüz qaldı. Bu ölçümüzdə 70 olarak görmüşdük buradan. Smart Dimension'dan həmən bu 70 ölçüsünü verirəm. Ve gedirəm Extrude Boss'umu etməyə. Burada Extrude Boss etdiyiniz zaman gəlib Direction dəyişək 10 ölçüsü verməyin. Gəlin bu surface'e qədər olan əlaqəni verin. Çünki 10 ölçüsü verdiğiniz zaman bunun qalınlığı 15'e dəyişdiyi zaman bu 10 olarak qalacaq və problem çıxacaq bizdə. Məsələn 10 ölçüsünü verirəm, tamamlayıram. Bu şəkildə bir şey çıxır. Gəlirəm həmən bunun qalınlığını buradan dəyişirəm. Modify gəldi. Şirkətdə belə şeylər tez olur. Ondan 15'e dəyişirəm. Həmən görürəm ki, məndə belə bir sorun var. Onun üçün bu şəkildə etməyin. Nə qədər çox əlaqə verib ölçünü azaltsanız, o qədər sağlam bir model düzəltmiş olarsınız. Gəlib buradan bunu edit edə bilərsiniz. Burada nə edəcəm mən? Up to Surface seçənəyinə istifadə edəcəm. Up to Surface seçirəm və gəlib bura klik edirəm. Sonra sağ düymə ilə tamamlayıram. İndi bunu dəyişdiyim zaman, məsələn 15'e dəyişdiyim zaman hamısının bir yerdə dəyişdiyini görə bilirəm. Yenidən gələk ona qaytaraq. Dediyim kimi bu tərz şeylərin diqqətlə düşünüb bununla, yəni bu şəkildə model etməyiniz çox önəmlidir. Daha sonra yenə ikinci Extrude Boss'uma geçirəm. Extrude kartları falan heç bir şey eləmirəm. Filletləri belə qoymuram burada. Yəni düzgün modelləmə yöntəminə diqqət edin. Extrude Boss'lar edib daha sonra Extrude kartlara keçməyə çalışın. Gəlirəm burada sketch açıram. Bunu çəkməyə çalışıram. Belə bir çevrə. Sonra center line'dan istifadə edib tam mərkəzə qoyacağım bunu. Sonra buna ölçü verəcəm. Ölçüsünün 70 olduğunu görürəm. Və bu məsafənin də 55 olduğunu görürəm. Bu şəkildə bir model çəkdim. Sonra yenə eyni tərzdə Extrude Boss eləyib gəlib Promoy bu surface'e klik eləsəniz, indi seçmir çünki Direction problemi var. Bu surface'e klik eləsəniz əslində seçmə funksiyası aktiv olmalıydı, amma olmadı. Aha, yox, olmadı. Gəlib Up to Surface edirsiniz. 22 modellərində səhv etmirəmsə bunlar olmalıdır. 23'də, 24'də sonradan dəyişə bilərlər. Gəlib bunu seçirəm, OK basıram. Bu şəkildə tamamlayıram. Daha sonra nə edəcəm? Gələcəm, buradakı Extrude kartlarımı edəcəm. Daha sonra filletlarımı verib tamamlayacağım. Gəlirəm bura, sketch açıram. Burada slotumdan istifadə edirəm. Center slotumdan istifadə edib bu şəkildə bir model çəkirəm. Yenə maksimum dərəcədə əlaqələri çoxaltmağa, ölçüləri azaltmağa çalışıram. Bunun ölçüsü nə qədərdir? Həmən baxaq. 40 ölçüsü. Daha sonra bunun ölçüsünü görürəm. 6 buradan. Bunun tam mərkəzdə olduğunu görürəm. Tam mərkəzə qoyuram bu şəkildə. Daha sonra hansı ölçüm var? Görək sıxıntı nədir? Bunun tam ortada olması lazımdır. Yəni bu Extrude Boss'a görə tam ortada olması lazımdır. Center line'ından istifadə edib belə bir şey qoyuram. Yəni bu ölçü 15'dir, ümumilikdə 30'dur. 30 çıxılsın 15 olduğunu buradan tapıram. Amma 15 ölçüsünü vermirəm. Mən deyirəm gəl bunun tam mərkəzində ol. Çünki bu 30 ölçüm dəyişdiyi zaman avtomatik olaraq da dəyişsin. Yenə Extrude kartdan istifadə edib Up to Next deyirəm. Line demirəm. Bu şəkildə bunu tamamlamış olam. Yenə gəlirəm bura bir sketch açacağım.
Daha sonra bunun kəsimini edəcəm. Gəlirəm, belə bir çevrə çəkirəm. Bu 30 olduğunu görürəm və həmən gəlib bu kəsintini də eləyək, bu kiçik olan hissəni də çəkək və bunu da kəsək. Qabaqda izah eləyəcəm. Onlar nədir və nə üçün istifadə olunur və harda istifadə olunmalıdır. Belə bir kəsim niyə var? Bunları qabaqda görəcəyik. Həmən gələk buradan. Belə bir model çəkək. Bunun mərkəzdən olan məsafəsini verək. Smart Dimension'dan. Bu şəkildə bunun ümumilikdə məsafəsinin 33 olduğunu görürəm. Yəni mərkəzdən verilməyib, belə deyək. Buradan məsafəsi bura qədər 33 olduğu verilib. Buranı seçib, sonra gəlib buranı seçsəniz, yenə mərkəzdən məsafəni verəcək. Burada nə edə bilərsiniz? Bunu bu şəkildə buraxıb, burada məsələn məsafəni 33 verin. Daha sonra Leaders'a gedib, buradan Center'dan deyil, maksimum olan hissədən məsafəni versin deyin. Sonra gəlib bunu 33'e dəyişə bilərsiniz. Amma daha qısa yolu bunun nədir? Onu göstərim həmən. Bunu silək. Smart Dimension'a keçid edirəm. Buranı seçirəm və Shift'ə basıb saxladığım zaman və yaxınlaşanda və görürəm ki 33 ölçüsünü o saat maqnit kimi çəkir. Bu şəkildə klik edirəm. Bu şəkildə 33 ölçüsünü verə bilirəm. Bu şəkildə. Daha sonra bunun 10 olduğunu görürəm oradan və tam mərkəzdə olduğunu görürəm. Önəmlisi. Belə bir əlaqə verəcəm. Tam mərkəzə qoymaq üçün. Okey, bu şəkildə. Bunun çox bir önəmi yoxdur artıq. Yəni çünki biz burada trim falan etməyəcəyik. Bu şəkildə saxlayıb yenidən göstərəcəyik ki, məsələn, extrude qatımız bu içərisi olacaq. Dediyim kimi, burada trim falan etməyin, gəlin. Extrude qatdan Promoy buranı seçin. Sonra Up to Next'te OK basın. Burada bu şəkildə tamamlamış olun. Sonra nə edəcəyik? Biz filletlərimizi etmə məcburiyyətindəyik artıq. Çünki burada extrude qatımız qalıb, amma filletdən asılıdır deyə əvvəlcə filletimizi edib, sonra extrude qat etmək məcburiyyətindəyik burada. Çünki mərkəzindən referans alacağıq filletin. Həmən göstərəcəm onda. Əvvəlcə buradakı filletləri edək. Bu filletin ölçüsü 15 verib. Böyük ihtimal 15 deyil. Bu fillet 5'dir. 10'dur. Sadəcə orada səhv göstərə bilər. Və ya 5 ölçüsü də ola bilər bu şəkildə. Dediyim kimi orada əslində filletin ölçüsü elə deyil. Səhvli ilə verilib böyük ihtimal. Gəlirəm burada bu filleti seçirəm. Yenə 5 ölçüsü. Gəlib başqa bir fillet yaratmıram. O birlər də 5 ölçüsü olduğu üçün davam edirəm. Buna bastığım zaman belə bir pəncərə çıxır. Buradan girib bütün ölçüləri dəyişə bilirsiniz. Bütün hər yerə fillet verə bilirsiniz. Bu şəkildə gördüyünüz kimi. Mən görürəm ki, buradan mənim işimə yarayacaq çox bir ölçü yoxdur. Onun üçün davam edirəm. Buranı seçəcəm və buranı seçəcəm. Bu şəkildə bunu tamamlamış olacağım. Ayrı-ayrı fillet verməyin, birin içərisində verin. Həm gəlib bunu da ona daxil edə bilərəm. Amma etməsəniz daha yaxşı olar. Çünki bu fərdi biraz filletdir. Onun ölçüsü 5 olmaya da bilər. Sonra gəlirəm, buradakı filletimi verirəm. Dediyim kimi, burada da fərqli filletlər var. Onları çox verib, baş qarışıqlığı edib, vaxtınızı almayacağım. Onlar sadəcə filletlərdir. Yəni bu 5 ölçüləridir, bu 3 ölçüləridir. Bunları siz rahatlıqla verə bilərsiniz. Gəlirəm, buradakı filletimi edirəm. Gedib burada filletə keçid etsəm. Yenə dediyim kimi, bu şəkildə fillet görüntüsü ən axırıncıya keçid edin. Bu üzü seçin. Daha sonra aşağıdan bu üzü. Daha sonra bu üzü. Bu şəkildə seçim edib OK bastığınız zaman sizin için avtomatik olaraq bu şəkildə fillet yaradacaq. Sonra sketch açıram. Düz baxıram o sketchə. Sonra tam mərkəzindən ölçüsü 15 olan bir çevrə çəkirəm. Sonra extrude kat edirəm. Shortcut'ı Q ilə. Bu şəkildə bunu da bitirmiş oluram. Dediyim kimi, çətin görsənən parçalar əslində çox rahat şəkildə çəkilə bilir. Sadəcə düzgün metodikadan istifadə edərək düzgün modelləməni etməniz lazımdır. Əvvəlcə modelə başlamamışdan əvvəl biraz analiz edin. Necə daha rahat olar bu modeli çəkimlərin hardan başlasam düzgün modelləmə olar.
Bu kimi analiz etdikdən sonra modelin çəkimlərinə başlaya bilərsiniz. 2-3 dəqiqənizi analizə ayırın çalışın. Qalada sürətləndiricə artıq o analizi 5-10 saniyədə görüb həmən çəkimə başlaya biləcəksiniz. Keçid eləyək bir sonraki modelimizə. Bir sonraki modelimiz sizin ən çox verdiyiniz suallardan biriydi ki, buradakı hissəni necə düzgün şəkildə çəkmək lazımdır. Həmən görək. Top plane'ə gəlib bir sketch açıram. Bunun çəkimini edirəm. Gəlirəm X-la çevrəmi, shortcut'ı X-la. Bunun çəkimini edəcəm indi. 40 ölçüsünü görürəm burada. 40 ölçüsünü verəcəm. Daha sonra kiçik çevrələrimi çəkəcəm həmən. Kiçik çevrəm buradan ölçüsü, radiusun 10 olduğunu görürəm. Yəni 20 ölçüsüdür. Daha sonra bu şəkildə bir center line çəkib ölçü verəcəm o center line'a. Buradan da bir center line çəkək əvvəlcə. Daha sonra Smart Dimension'la buradan bura qədər bu ölçünü verin. Bu ölçünü deyil, bu ölçü lazımdır bizə. 80 ölçüsünü girin. Bu şəkildə modelimizi yavaş-yavaş düzgün metodika ilə modelləməyə doğru irəliləyirik. Sonra gəlib buradan mən tangent olaraq 2 dənə line çəkəcəm. Bura. Buranın ölçüsünü düzgün verdiyimi 40 düzgün verdik. Okey. Gəlirəm. Sarı nöqtələrdən başqa bir yerə klik edirəm. Sonra gəlirəm buraya yaxınlaşdığım zaman tangent verir. Sonra etməm gerəkən nədir? Bunu seçib M-ə basıb mirror edirəm. Daha sonra digər tərəfi də yenə eyni şəkildə hamısını seçirəm. M-ə basıram. Mirror about'a bunu seçirəm. Right click edib OK basıb bitirirəm. Bu şəkildə çəkimimizi artıq böyük hissəsini tamamladıq. Burada indi nə etməmiz lazımdır? Həmən görək. Əvvəlcə bunu trim etməyin. Gəlin Promo'ya extrude boss edin. Trimlə heç məşğul belə özünüzü yormayın. Belə deyək. Burada blind'a çevirək təbii ki. Buraları seçin. Bu şəkildə. Bitdi. Daha sonra ölçüsündə 10 olaraq verib OK vururuq. Bu şəkildə tamamlamış olduq. Həmən vaxtı itirmədən gəlib extrude bosslarımızı eləyək. Düz baxaq buna. Sketch açaq. X-dan yardım alaraq center'dan, tam mərkəzdən belə bir çəkim eləyək. Burada nə edə bilərsiniz? Bu arada bu xəttimiz düzgün çəkilibmi? Həmən buna baxaq. Deyəsən bu xətt burada modelimiz düzgün çəkilməyib. Okey, düzgün çəkilib, sadəcə mənə elə gəldi yəqin. Okey, tamam. Gələk bura, sketch'e giriş eləyək. Bu şəkildə. Sonra nə etməniz lazımdır? Burada extrude boss'u görürsünüz təbii ki. Buranı seçib, həmin bu əslində çevrəmiz idi bizim. Bu çevrəyin, yəni bir hissəsini belə seçsəniz, onu seçmiş olacaq. Bunu equal desəniz, make equal desəniz, ondan referans alıb, bir də buna ölçü girməyin. Çünki aşağıdakı böyüdükcə bu da böyüsün. Bu şəkildə referansda işləyirik. Daha sonra gəlib bunu extrude eləyək. Gəlirəm bunu extrude elədiyim zaman bu 30 ölçüsünü görürəm. Tələbələrin çaşdırdığı bu hissədən yuxarıya doğru 30 ölçüsü verirlər. Amma bu tam altda olan bir nöqtədir. Oradan tam yuxarıya qədər 30 ölçüsü verib. Yəni bunun altından yuxarıya qədər 30 ölçüsü var. O zaman 20 ölçüsünü girmək məcburiyyətindəyəm. Çünki bunun 10 olduğunu bilirlər. 20 yuxarı, ümumilikdə 30 olacaq. Buna OK basıram. Bu şəkildə. Daha sonra bunu izah eləməmişdən əvvəl gəlin bu içərisini biz kəsək götürək. Belə bir çəkim eləyib 30 ölçüsünü verək. Sonra extrude cut eləyib bunun nə qədər içəri girdiyini görək. 10 içəri girdiyini görək. Blind 10. Bu 30 ölçüsündə 10 dərinliyi var. OK basıram. Bu şəkildə olur. Daha sonra gəlirəm bir də çevirə açıram. Buradan 20 ölçüsünü girirəm. Bunları bir-bir eləməniz həqiqətən daha yaxşıdır. Çünki idarəsi daha rahat olur. Hər şeyi bir sketchin üzərində eləyib tamamlayayım deyə düşünməyin. Bu şəkildə irəliləmək daha yaxşıdır. Modelinizi daha idarə edilir vəziyyətə gətirir. Bu şəkildə tamamlayıram. Həmən gələk buradakı extrude'larda edək. Gəlib burada bu şəkildə, burada da bu şəkildə çevrələr çəkib, ikisini də seçib
Bunlara equal deyirəm. Burada mirror falan etməyə ehtiyac yoxdur. Gəlin bu nöqtəni zaten göstərir. Tez bir şəkildə edin. Yəni mirrorla falan vaxtınızı almayın. Rahat bu şəkildə edə bilərsiniz. Yenə up to next olacaq. OK. Extrude katına. Bunlar da bitmiş olur. Gəldik bu hissəyə. Sizin ən çox soruşduğunuz. Böyük ihtimal siz bu şəkildə edirsiniz. Biz düzgün şəkildə çəkdiyimiz üçün front tam ortadadır. Buradan sketch açıb bu şəkildə bir çəkim edirsiniz. Deyək ki, line'ı seçək. Buradan bu şəkildə və bu şəkildə belə bir model verib ölçü girməyəcəm. Sonra extrude etdiyiniz zaman buradan midplane deyib, məsələn ölçüsü 8'dir, 8 olsun. OK bastığınız zaman belə bir error alırsınız. Yəni edə bilmirsiniz. Səbəbi nədir? Səbəbi odur ki, sizin bu çəkdiyiniz model extrude etdiyiniz zaman bu tamamilə bu çevrəni grab eləməyəcək. Yəni çevrəni qapsamayacaq. Bu sola və sağa doğru bu şəkildə genişlənir, amma bu çevrənin shape'ini ala bilmir. Bunu etmənin yolu necədir? Çox bəsit əslində. Sadəcə fərqli perspektivdən düşünüb o şəkildə etməniz lazımdır. Həmən plane qoyaq bura. Bu şəkildə əslində çəkimi də buradan eləyə bilərsiniz, amma plane qoymaq daha yaxşı olar. Kontrol basıram və ən kənarına gəlib bu şəkildə right plane'i çəkirəm. Zaten çəkdiyiniz zaman bu şəkildə məsələn çəkdiyiniz zaman right plane çıxır və istədiyiniz yerə qoya bilirsiniz və ölçü verə bilirsiniz buradan. Mən buradan 10 olduğunu görürəm və bunun da, yəni bura qədər 10, bunun da 40 olduğunu görürəm. Yəni mərkəzinə qədər olan məsafə 30'dur. Bu plane'imi 30'dan qoyuram. Bu şəkildə OK basıram. İndi nə edəcəm? Gələcəm, plane'imə düz baxacam. Təbii ki, bu hissə bura deyil. Bizə bu yox. Bu lazımdır. Buradan gəlib sketch açıram. Yenə çevrilir. Təzədən yenə çevirirəm. Gəlirəm. Belə bir çəkim edəcəm indi. Təbii ki, kənarı corner rectangle'dan istifadə edib belə bir çəkim edirəm. Əlaqəni böyük ihtimal aşağıdakı hissəyə verdi. Buranı silirəm. Bu əlaqəni bura verməyiniz daha yaxşı olar. Cleaner deyək məsələn. Bu şəkildə olsun. OK. Daha sonra sadəcə bu 8 ölçüsünü girəcəm. Bu şəkildə. Sonra isə gətirəcəm, tam mərkəzə qoyacam bunu. Vəssalam. Bu şəkildə edirəm. Daha sonra nə edirəm? Extrude boss eləyirəm və bu tərəfə doğru blind deyil, up to next eləyəcəm. İndi gördüyünüz kimi gəlir, grab eləyir və onun shape'ini alır. OK basaq, həmən baxaq. Bu şəkildə gördüyünüz kimi onun shape'ini alır. Belə bir çəkim edərək bunu edə bilərsiniz. Sonra hide eləyib, gəlib buraları da bu şəkildə çəkə bilərsiniz. Gələcəkdə bunun haqqında çox geniş məlumat verəcəm. İndi bu şəkildə yadda saxlamanız daha yaxşıdır. Bunlar plastiklərin düzəldilmə metodikasından da asılıdır. İşlətdiyiniz materialdan da asılıdır bu çəkimləri. Belə bir çəkim edib, hətta bunları convert entities eləsə yaxşı olar. Çünki mirror'da bəzən sorun çıxa bilir. Çünki bunu sağ tərəfə mirror edəcəyik biz. Sonra gəlib buna up to next deyib, kəsib atırıq. Bu şəkildə gördüyünüz kimi heç bir sorun olmadan çəkimimizi edə bilərik. Sonra nə edirəm? Gəlirəm, extrude. Gedib burada yeni plane create eləyib təzədən bu çəkimi etməyə ehtiyac yoxdur. Gəlib extrude boss'umuzu seçin buradan. Sonra right plane'i seçin. Sonra məndə N'dir. N'ə bastığınız zaman avtomatik olaraq burada bu şəkildə çəkiminizi tamamlaya bilərsiniz. Mən cut elədim səhvlə ilə. Bunu silək həmən. Çünki bizim extrude boss'umuz və cut'ımız var. İkisini birgə seçin. Daha sonra right'ı seçin. N'ı basın. OK basın. Bu şəkildə bitirib modelimizi düzgün metodika ilə etmiş olacaqsınız. Keçək bir sonraki modelimizə. Bu modelimizin çəkimində sizə yeni alətdən istifadəni göstərəcəm. Deməli, yeni alətimiz loft olacaq. Hal-hazırda aktiv deyil, çünki heç bir sketchimiz yoxdur. Loft nədir və necə istifadə olunur? Həmən bunu göstərək.
Məsələn, top plane-ə gəlirəm, bir sketch açıram, rectangle çəkirəm bu şəkildə. Daha sonra OK basıram. Daha sonra gəlirəm, top plane-imi yuxarıya qaldırıram bu şəkildə və yüz ölçüsü verirəm məsələn. OK basıram. Sonra gəlib buna sketch açıb, yəni ikinci plane-ə sketch açıb, yeni bir rectangle çəkirəm. Bu şəkildə deyək. Heç bir ölçü falan vermirəm heç. OK basıram və gəlirəm bu sketchdə, bu plane-i də gizləyirəm. Gəlirəm loft komutuma. Loft'a klik elədiyim zaman məndən 2 dənə sketch istəyir. Birinci sketchimiz bu. İkinci sketchimiz də budur. Seçdiyimiz zaman loft'tan istifadə edərək bunları bir-birinə belə deyək, xəttlər çəkərək bir-birinə düzgün şəkildə modelləmə elətdirir və belə bir model çıxır qabağımıza. Əslində belə bir model çəkdiyiniz zaman biraz çətinlik çəkə bilərsiniz. Biraz daha böyük bir şey çəkib, sonra buradan kat, buradan kat, buradan kat, buradan kat edib, yəni biraz daha vaxtınız gedə bilər. Loft ama bu şəkildə tez bir şəkildə bunun çəkiminə sizə icazə verir. Məsələn, real həyatda gördüyünüz bu aspiratorların çəkimlərində istifadə olunur. Əslində bu şəkildə olmur, amma giriş olaraq loftdan istifadə edib necə çəkə bilərsiniz onu göstərəcəm burada. Saz metallarda isə daha geniş məlumat verəcəm. Bunlar real həyata uyğun olaraq, istehsala uyğun olaraq necə çəkilir. Loftun prinsipi bu şəkildə idi. Həmən real proyektdə necə görsənir və necə istifadə olunur. Həmən onu görək. Bunu seçək. Yes to all deyək. Gəlirəm. İlk öncə aşağı hissəni çəkirəm. Gəlin aşağı hissəni bu şəkildə çəkin. Rectangle-dan istifadə edib. Tutaq ki 100 ölçüsünün 200 ölçüsünə olsun. Bu şəkildə aşağı hissəsi olsun. Bunu extrude eləyək. Və ölçümüz 10 olaraq qalsın. Daha sonra burada yani tam bu nöqtələrdən, bu edgelərdən başlamadığını görürük. Biraz daha içəriyə doğru bir sketchimiz var və üstdə də bir sketchimiz var sanki. Onlar bir-birinə birləşib. Demək istədiyim nədir? Bura həmən bir sketch açaq. Bir rectangle'ımız var. Amma bu şəkildədir rectangle'ımız. Yəni tam olaraq gelməyib. Bunun daha kısa yolu necə olar? Bunu seçin. Offset entities deyin. Reverse direction deyin. On direction olarak, yani direction içeri olarak 10 ölçüsünden 10 ölçüsü daha küçük bir model çeksin. OK vurduğumuz zaman bu şekilde sketchimiz tamamlanır. Sonra bu sketch'e de OK vurabilirsiniz. Daha sonra gelip top plane'imizden yeni plane çıkartıp Ctrl basıp saklayıp ucundan yani dartıp çıkartıram bu şekilde. Sonra ölçü veririm. Mesela olsun 100. 100 böyük ihtimal az olabilir. OK, 100 olarak qalsın. Dediyim kimi ölçülərə çox önəm verməyək hal-hazırda. Sonra sketch açıram. Dediyim kimi bu sketchi artıq biz offset edə bilməyəcəyik. Çünki gördüyümüz kimi burada rectangle'dır. Yəni kvadratdır burada. Belə deyək. Burada kvadrat çəkilir. 500 girdim səhvliylə. Bu şəkildə 50'nin 50'ye bir ölçü girək və OK basaq, bitirək. Bunu da hide eləyək. Gələk buradan loft'a. OK, loft'a indi nə edəcəyik? Loft'un əslində işləmə prinsipi necədir? Məsələn, buranı seçib, yəni belə deyək. Birinci sketchimizi 2'ye bölsək buradan, sol tərəfi seçsək buradan, ikinci sketchimizi 2'ye bölsək, buradan sağ tərəf seçsək, bizə belə bir model create edəcək. Yəni bu nöqtə ilə bu nöqtəni yəni bu nöqtəni gətirib bura qoymayacaq. Gətirib bura qoyacaq. İstədiyiniz kimi götürüb dəyişə bilərsiniz. Burada qoya bilərsiniz, burada qoya bilərsiniz. Amma bura qoya bilmirsiniz. Çünki yarada bilmir. Çünki riyazi olaraq düzgün deyil. Belə bir modeli hazırlamaq. Burada qoya bilərsiniz, gətirib burada qoya bilərsiniz, dəyişə bilərsiniz. Bu şəkildə. Və ya bu sketchləri silsəm buradan. Burada gəlib tek sketch değil, extrude bosslardan da istifadə edə bilərsiniz. Yəni solid modelləri də seçə bilərsiniz. Məsələn, bunun surface'ini seçirəm. Daha sonra gəlib bu sketch'imi seçirəm. Gördüyünüz kimi artıq mənim aşağıdakı extrude bossumun surface'indən istifadə edərək yuxarıdakı sketch'imə bağlantı verdi və bu şəkildə loft'u tamamladı.
Bizə bu lazım deyil indi. Bunu silirəm. Yenə sketchimi gəlib seçirəm. Bu şəkildə OK deyirəm, tamamlayıram. Bu ölçüsünü biraz azaldaq. Bu 100 ölçüsü görürsünüz avtomatik olaraq çıxır. Bunu məsələn 70'e çəkək. Bu şəkildə eləyək. Biraz daha oxşasın. Sonra gəlin üzərinə bir sketch açın. Convert entities deyin Pramoy. Çünki bizə bu lazımdır. Referans alsın. Ölçü falan verməyin. Gəlib rectangle falan çəkməyə ehtiyac yoxdur. Convert entities deyin. Extrude boss deyin. Buna da məsələn 70 ölçüsü verək. Görə necə görsənir. Təbii ki, biraz çox olacaq. Tamam. 150, 120 ölçüsü verək. OK. Bunu da bu şəkildə tamamlayırıq. Daha sonra nə edə bilərik? Gəlib buralara fillet verə bilərsiniz. Daha düzgün şəkildə belə oxşasın deyə. Təbii ki, tam bu şəkildə olmur. Bunların emalatların çox yaxşı şəkildə izah edəcəm sizə. Bundan narahat olmayın. Gəlib bunu seçsəm, hər yerə belə fillet verəcək və daha maraqlı bir görüntü alınacaq aslında. Gələk bu nöqtələrin hamısına bu şəkildə fillet verək. Belə və OK basaq. Bəzi sorunlar verdi. Tamam, filletlərimizi ləğv eləyək. Əsas mövzumuz fillet deyil bizim. Hər hansısa bir gözümüzdən qaçan sorun verə bilər. Mən sizə göstərmək istədiyim nədir burada? Shell komutudur ki, məsələn bunun içərisinin boş olduğunu görürsünüz. Biz də bunun içərisini boşaltmaq istəyirik. Necə eləyə bilərik bunu? Gəlirik Features'dan. Shell seçeneği var burada. Dediyim kimi gəlib o Shell seçeneğin axtarıb da tapa bilərsiniz. Amma buradan da belə rahatlıqla tapa bilərsiniz ki, Shell seçeneği burada olur. Gəlirsiniz buradan məsələn hansı model etmək istəyirsiniz? Gəlib buradan belə seçə bilərsiniz. Bu şəkildə. Amma əgər bunun içərisində girmişsinizsə, yəni bu modelin içərisində girmişsinizsə Shell'i, heç nəyə klik etmədən məsələn 2 ölçüsü verin. Bu divar qalınlığıdır Shell'in. Yəni içərisini oyacaq, divarların qalınlığını 2 ölçüsü verəcək. OK basaq həmən göstərim necə bir şeydir. Section view eləyirik. OK basırıq və içərisinin bu şəkildə qazıldığını görürük, belə deyək. Və 2 milli qalınlıq verib divarlarına. Gələk section view'dən çıxaq. İndi biz gördüyümüz kimi burada bu hissə açıqdır məsələn. Bunu necə eləyə bilərik? Gəlirik, edit eləyirik. Burada birinci seçenek, yəni hansı hissənin açıq olmanı istəyirsinizsə birinci seçeneği seçirsiniz. Gəlirsiniz buna klik eləyin məsələn. Deyirsiniz ki bura açılsın. OK bastığınız zaman bu şəkildə olur. Gələk section view alaq. OK basaq. Bu şəkildə görürsünüz. Alt hissəsi açılmış olur və daha düzgün modelləmə olur. Bu şəkildə. Gördüğünüz kimi. Bəs ikinci seçeneği nədir? Həmən ikinci seçeneğe keçək. Bu seçeneği seçtiğiniz zaman divarının fərqli olmasını, yəni biraz daha qalın olmasını istədiyiniz yeri seçirsiniz. Məsələn, stəkanların altları, belə deyək. Stəkanın altı biraz daha qalındır, divarları daha nazikdir. Məsələn, biz buranı istəyirik biraz qalın. Nə qədər qalın olsun? Məsələn, bura olsun 10 milli. Biz biraz abardaq, daha rahat görə bilək deyə. OK basıram. Section view'umu alıram yenə. OK bastığım zaman görürəm ki, divarlarım 2, bura isə 10 millidir bu şəkildə. Təbii ki, real həyatda belə olmadığı üçün həmən gedib dəyişirəm. Real həyatda bu hissə yoxdur bizdə. Burada bunu da əlavə edirik. Çünki üst hissəsi də götürülməlidir. Bu şəkildə və modelimizi tamamlamış oluruq. Bunu OK bastığım zaman və bu şəkildə tamamlamış oluruq. Dediyim kimi, bura gəlib filletlər verib düzgün şəkildə modelləmə edə bilərik. Hətta verək və onu da tam doğru belə deyək, modelləməmizi edək. Bunları seçirəm. OK basıram. Okay, bu şəkildə bitirmiş oluram. İndi sizə yeni bir komut göstərəcəm burada. Bu DOM komutudur ki, əslində burada tam olaraq görsənmir indi. Okay, bunu çıxaq, bu lazım deyil bizə. Bunu böyüdək. Okay, burada komut gəldi. Nədir? Məsələn, DOM yazdığımız zaman bura. Burada bu arada sizdə əgər axtardığınız zaman çıxmışsa comment hissəsini seçin ki, yəni sizin alətlər axtardığınız zaman çıxsın. Gəlib burada SolidWorks Help seçsəniz məsələn, DOM yazsanız heç bir şey çıxmayacaq. Gedib bizə başqa bir şeye yönləndirəcək.
Yəni bizim üçün browser açdı gördüyünüz kimi burada Yandex açdı. Bizə bu lazım deyil. Hər zaman common seçin burada. DOM-a klik edirik, OK basırıq. Bunu əgər harda olduğunu görmək istəyirsinizsə buna klik eləyin, gözəl. Gedir avtomatik olaraq mənim üçün açır onu. Hal-hazırda mən Mişkadan əlimi çəkmişəm. Mənim üçün göstərir onu. Bu şəkildə deyir gəlib buradan açıb girə bilərsən. Amma ehtiyac yoxdur. DOM-a klik edib gəlib bunu seçsəniz DOM-u aktiv edəcək. İndi DOM-u necə istifadə edirik onu sizə göstərəcəm. Gələk burada gördüyünüz düymələri hazırlayaq. Bu düymələri məsələn hazırlanmasında DOM-dan istifadə edək. Gələk sketch açaq məsələn bura. 4 dənə fərqli eyni ölçüdə belə deyək. Çevrəmizi çəkək. Bu şəkildə hamısını seçirəm. Equal eləyirəm. Daha sonra bu şəkildə center line'lar çəkirəm və bunların da bir-birinə bərabər olmağını deyirəm. Aralarındakı məsafə. Sonra bunun ölçüsünü girək. Bunun ölçüsü də olsun 5. Və center line'dan bunu tam mərkəzə qoyaq. Vertical lazımdır bizə. OK. Bunu biraz bura çəkək. Əvvəlcə bunun ölçüsünü verək. Dediyim kimi bunlar çox önəmli deyil. Sadəcə sizə DOM-un necə istifadə edirik onu göstərəcəm. Onu verək ölçünü. OK. Bu şəkildə verdik məsələn. Sonra extrude eləyək. Ölçüsünü az eləyək. Məsələn 5 olsun. 5 də çox olacaq. 2 olsun məsələn. OK basırıq. Belə məsələn düymələr olsun deyək. DOM-a getdiyiniz zaman əvvəlcə sizdən surface istəyir. Haranı DOM eləmək istəyirsiniz. Biz buranı istəyirik. Buranı bastığınız zaman gördüyünüz avtomatik olaraq belə bir seçenek çıxardır. Məsələn, gələk biz bunu 1 deyək. Bu şəkildə olur. Və ya 2'ye artırsanız biraz daha abartmış olacaq. 1 daha okeydir belə deyək. Bu şəkildə hamısını seçək. OK bastığımız zaman belə bir düymələr alınır. Biz bunun əslində bu şəklin yox, bunun tərsi istiqamətində istəyirik. Gəlib buradan istiqaməti dəyişsəniz, bu şəkildə olacaq içəriyə doğru və biraz daha azaldaq ölçünü 0.5 eləyib OK vursanız, aspiratorda olan düymələri biraz daha yaxın düymələr görəcəksiniz. Təbii ki, bunu daha düzgün necə model eləmək lazımdır, onu göstərəcəm sizə gələcəkdə. Amma bu aləti öyrənmək üçün bu şəkildə yadda saxlaya bilərsiniz. DOM da bu şəkildə olacaq. Bu modelimizdə bu şəkildə, burada əsas loftdan istifadə, shell'dən istifadə və DOM-dan istifadəni gördük. Bunlar önəmli komutlardır əslində. Loft və shell'imiz çox-çox önəmlidir. Gələcəkdə bunlardan tez-tez istifadə edəcəksiniz. Keçək bir sonraki modelimizə. Bu modelimizdə əsasən hansı alətlərdən istifadə edəcəyik və çəkimini necə edəcəyik bunu sizə göstərəcəm. Modeli gördüyünüz zaman həmən çox kompleks olduğunu düşünməyin. Dediyim kimi düzgün şəkildə, düzgün metodika ilə çəksəniz bu modeli çox qısa bir müddətdə çəkib qutara biləcəksiniz. Hətta 5-10 dəqiqə müddətində tez bir şəkildə çəkib qutara biləcəksiniz. Burada həmən baxdığım zaman, incələdiyim zaman bir əvvəlki videodan da, dərslikdən də sizə dediyim kimi burada ən yaxşı metodika swiftdən istifadə edərək bu modelin çəkimini etməkdir. Həmən bir-bir necə edə bilərik onu görək. Əvvəlcə mən deyirəm ki, bunu 3 hissəyə ayıram. Alt hissə, orta hissə və yuxarı hissə. Bu şəkildə modelimi parçaladığım zaman mənə daha rahat olacaq çəkimi. Gedək məsələn top plane ilə başlayaq. Əvvəlcə X-dan istifadə edək, çevrələrimizi çəkək. 115 şəkildə çəkirəm bunu. Daha sonra heç nəyə girmədən promo gəlib bunu extrude boss eləyəcəm. Ölçüsü də 15 verirəm. Yuxarıya doğru OK basıram. Daha sonra altda belə bir kəsim olduğunu görürəm mən. 50 çəkilib və 2 olaraq yuxarıya kəsilib. Bu şəkildə deyək. Gəlirəm 6 seçirəm. Sketch açıram. Birincisi buranı seçib convert edit eləyirəm. Daha sonra X-i basıb gəlib buradan 50'lik bir çevrə çəkirəm. Mən bu hissəni, yəni içəridə olmayan bu hissəni kəsib götürmək istəyirəm. Q-ya basıram. Extrude cutla. Əvvəlcə blind deyirəm.
2 milli ölçümü girirəm. Bu şəkildə bu hissəni kəsib götürürəm. Bu şəkildə tamamlaya bilərsiniz rahatlıqla, tez bir şəkildə. Dediyim kimi indi məsələn gələk bura. Buradan bir skeç açaq. Həmən buranı da kəsək götürək vaxt itirmədən. Çünki içərisinin də boş olduğunu görürəm mən oradan. Buranın ölçüsü nədir? Gəlib buradan görə bilərik o ölçünü. Burada gördüyünüz kimi 40 ölçüsü verib. Bu 40 ölçüsü aşağıya doğru gedir. Bunu swipdən sonra da edə bilərsiniz, indi də edə bilərsiniz. 40 ölçüsünü verib yuxarıya doğru kəsəcəyik. Q deyirəm, up to next deyirəm və bu şəkildə. Aşağı hissəsini bu şəkildə tamamlamış oluram. Sonra nə edəcəm? Orta hissəsini çəkəcəm. Gəlirəm, front plane'imdən istifadə edirəm. Sketch açıram. Daha sonra sadəcə bu xətti çəkib, sonra o xətti swept eləyəcəm. Gəlirəm, swepdən istifadəni bir sonraki videoda sizə geniş izah etmişəm, belə deyək. Amma bu videoda da kiçik bir izahını deyim. Çünki səhv etmirəmsə biraz sıxıntı. Okey, tamam. Sorun değil. Məncə o videoda tamamilə aydındır. Əgər aydın olmayan nəysə varsa mənə bildirərsiniz. Front plane'imi açıram. Gəlirəm modelimin çəkiminə. Bu şəkildə buradan belə bir xətt çəkirəm. Sonra yenidən line'a bizi komutuna davam edir. Qayıtdığım zaman arka keçir. Bu şəkildə arxla davam edirəm. 2D dərslərindən örnəkdir bu. Daha tez çəkim üçün. Bu şəkildə çəkimimi edirəm. Sonra həmən gəlirəm ölçümü verirəm. Buranı gəlirəm 120 ölçüsünü verirəm. Daha sonra buradakı dərəcəni görürəm mən. Əvvəlcə gəlin bu 45 ölçüsünü verək. Çünki buranın da 45 olduğunu görürəm mən radiusun. Bu 45 ölçüsünü verək. Daha sonra dərəcəmizi verək. Dərəcənin nə qədər olduğunu görək. 60 dərəcəsi var. Center line çəkib bu şəkildə belə bir xətt və buradan da belə bir xətt çəkə bilərəm. Bununla bunun arasına bunu seçib bir də bura 60 dərəcə verə bilərsiniz bu şəkildə. Daha sonra nə qədər davam edir onu görək. 42 davam edir. Sonra gəlirəm Smart Dimension'dan bu ölçündə 42 verirəm. Okey. Bu şəkildə modelimin sweep'ini əslində tamamlamış oluram. Buradan indi nə edəcəyik? Gedəcəyik Promote Sweep komutuna. Gəlib Sweep'i seçib buradan Circular'a keçid edə bilərsiniz. Daha sonra ölçüsünün nə qədər olduğunu görürəm. Oradan 52 olduğunu görürəm. Burada da görsənir. Thickness'ı açıram. İçərisinin thickness'ı nə qədər olduğunu deyir. Məsələn, mənə nə qədər lazımdır? 52 çıxılsın 40 olaraq girsəm. Təbii ki, içərisini biraz daha fərqli verəcək. Biz bunu direction'ı bu şəkildə dəyişsək, yenə düzgün olmayacaq. Gəlin bunun ölçüsün 40 olaraq 12 olaraq girək. Amma bunun ölçüsü one direction deyil, mid plane deyək. Bu şəkildə bunu tamamlamış olaq. Yəni, one direction deyəndə burada bir sorun olur. Onun üçün mən belə bir metodikadan seçdim. Bu şəkildə modelimizi çəkə bilərsiniz. Buna klik elədiyim zaman 64 görürəm. Bəzi sıxıntılar var burada. Mən one direction deyib içəriyə doğru deyə bilərəm. Və ya two direction bu şəkildə eləsəm 6 0 və 6 ölçüsünü verə bilərəm aslında. Okey. Burada da yenə sıxıntılar olacaq. Deyim kimi bunu bu şəkildə eləyib özünüzə çətinlik verə bilərsiniz və ya daha rahat yolu nədir? Həmən onu göstərim sizə. Yəni bu şəkildə etməyin. Daha düzgün metodikası əslində var bunun. Bunu həmən göstərim. Sweep'in içərisindən thickness problemləri olur. Bəzən olur ki, one direction, two direction söhbətində tamamilə səhv bir şəkildə çəkimlərə gedə bilir. Bunun üçün nə etmək lazımdır? Həmən göstərim sizə. Reference plane'dən plane seçin. Gəlin bu xəttə klik eləyin və yola klik eləyin. Bu yoldur. Bu xəttin birinə klik eləsəniz, OK vursanız, bu şəkildə sizə bir model çəkəcək. Bura gəlib sketch açın. Daha sonra bir çevrə çəkin bura. Ölçüsü nə qədər olsun, belə deyək.
buranı seçib 52 və bir dənə də 40 içəriyə doğru çəkin. Bu şəkildə. Bunların yeri bəlli deyil. Hal-hazırda yerlərində sıxıntı ola bilər. Bunların yerlərini necə düzəldirik? Həmən ona gərək mərkəzlərini qaçdığını görürsünüz. Mərkəzini seçirəm və buranı da seçirəm və bir-birinə constant deyirəm. Bu şəkildə mərkəzləri bir-birinə bu şəkildə düzəldir. Buna bastığım zaman, gözə klik elədiyim zaman bunlar da gedəcək. Onun üçün diqqət edin. Gəlin burada sketchlərin dəyişin, yəni sketchi çıxardın. Plane aktiv edin təkcə. Məsələn. Sonra onu o zaman açıq saxlayıram. Sonra gedirəm mən Swap Boss'uma, artıq thickness-ə ehtiyac yoxdur. Gəlib buranı seçdiyim zaman, yəni mənim öz swap edəcəyim hissəni və yolu seçdiyim zaman bu şəkildə modelim tamamlanmış olur. Gəlirəm bu plane'imi bağlayıram. Yəni hide edirəm, belə deyək. Və bu swap hissəsini rahatlıqla çəkə bilərsiniz. Dediyim kimi bir çox yolu var. Swap'in içərisindən gəlib məsələn circular deyib sadəcə bunu seçib yenə thickness-larla oynayaraq thickness çəkimləri edərsiniz. Bu curve hissələrində də gələcəkdə izah edəcəm necə çəkimlər olur. Okey. Bu şəkildə tamamlayırıq. Daha sonra üst hissəsini çəkim edirik. Üst hissəsi necə olacaq? Sketch açırıq. Dediyim kimi çox rahat bir şəkildə çəkimləri edin və yəni çox üzərində düşünüb trim eləməyə ehtiyac yoxdur. Burada indi eləyəcəyimiz kimi, məsələn, bu ölçümüz məsələn 70 olduğunu görürəm. Buradan gördüyüm qədərilə və 2 dənə çevrəmiz var. Yenə eyni metodika ilə çəkim eləyirik. Bunun ölçüsünü 15/2, 30 olaraq görürəm. Center line-dan istifadə edib bura ölçü verirəm. Əslində bura ölçü verməyim səhv olar. Düzgün metodika olmaz. Onun üçün digər bir center line-ımı çəkirəm bu şəkildə. Sonra Smart Dimension-dan buradan bura qədər yenə səhvli ilə buranın ölçüsünü verdim. Okey. Smart Dimension-dan burayla bura arasına 90 ölçüsünü girirəm. Bu şəkildə. Daha sonra sadəcə bu line-ımı çəkməyim bəsdir. Okey. Bunu çəkdiyim zaman artıq bunu seçib, M-i basıram. Hamısını seçib, M-i basıram və mirror abaqdan buranı seçirəm. Okey basıram və tamamilə bitmiş olur. Artıq gəlib burada trim eləməyə ehtiyac yoxdur dediyim kimi. Buradan gəlib Boss Extrude edin və əvvəlcə bunun istiqamətinin düzgün olduğuna fikir verin. Bu şəkildə eləməliyik. İstiqamət düzgündür. Sonra gəlib Boss Extrude edəcəyiniz hissələri seçin. Bu şəkildə. İçərisində bu şəkildə seçə bilərik. Daha sonra Extrude cut eləməyimiz daha düzgün olar. Bu şəkildə hamısını seçib, biraz daha bunu böyütsəniz daha yaxşı görə bilərsiniz ki, haranı seçmişsiniz və ya seçməmişsiniz. Ölçüləri buradan böyüdə ilə həmən. Bu şəkildə çəkiminizi elə bilərsiniz. Okey bassaq, belə bir model çıxacaq bizim qabağımıza. Daha sonra gəlin buradan sketch açın. Bu sketchin dəyişimini mən hal-hazırda bir dəqiqə. Okey. Modelim getdi onun üçün. Sketch açıram. Daha sonra yenə buradan bir çəkim eləyirəm. Çevrə çəkimi. Bunun ölçüsü yenə 52 olacaq burada. Və içəriyə doğru olacaq. 3 dərinliyi olacaq bunun. Buradan 3 olduğunu görürəm. 3 girirəm və OK basıram. Bu şəkildə bunun bu hissəsində tamamlamış oluram. Daha sonra məndə qalan əsas bu hissələrdir. Gəlirəm buradan həmən bunları girirəm. Ölçü verməliyəm məcbur, çünki etmir. OK. Bunu da bu şəkildə gəlib ikisini seçirəm. Bir-birinə ölçünü də seçdiyi üçün alınmır. Gəlirəm bu çevrəmi və bu çevrəmi seçirəm və equal deyirəm. Bu şəkildə up to next extrude cut eləyirəm və OK basıram. Bu şəkildə bunu da tamamlamış oluram. Daha sonra alt hissələrdə yenə extrude'larımız var. Yəni bunları da çox rahatlıqla çəkib
Yəni necə çəkərik? Hətta həmən göstərim bunun çəkilmə, düzgün çəkilmə metodikasını. Centerline-dan istifadə edib həmən gəlib qoyuram bura. Bu şəkildə düz eləyirəm və Smart Dimension-dan 14 ölçüsünü verirəm. Sonra məsafəsinə baxıram. 85 olduğunu görürəm mən burada. Səhv etmirəmsə. Bunu necə eləyəcəyik bəs? 85 böl 2. OK. Extrude cut eləyirik. Up to next eləyirik. Sonra gəlib extrude cutımızı seçirik. Dediyim kimi 3D-də etmək daha yaxşıdır bu linear patternları və ya circular patternları. Circular deyirik. Buranı seçirik direction olaraq. OK basırıq və tamamlamış olduq. Daha sonra qalan filletlər olur. Filletlər eləyirik. Məsələn, burada fillet ölçümüzü böyük ihtimal verməyib və ya verib. Dediyim kimi, bunlar hal-hazırda çox önəmli deyil. Swebdən istifadə edərək modellərimizin çəkimləri necə olacaq? Sizə əsas bunu göstərdim. Beləliklə 3D-də qalan bir şeyimiz varmı? Həmən göz gəzdirək. Beləliklə 3D-də heç bir modelimiz qalmayıb. Bütün modellərin çəkimlərini etmişik. Və 3D ilə əlaqəli hər hansısa bir sualınız varsa, mənə bildirə bilərsiniz. Fərdi dərslər edib izah edərəm. 3D-imizdə bu şəkildə gələn dərsimizdən texniki rəsmə keçid edəcəyik. Hələlik.